Herkese selamlar dostlar. Ben İsmail Kemali, kanalıma ve videoma hoş gelmişsiniz. Bugün sizlerle beraber pirog hazırlayacağıq. Öncelikle bunu deyim ki, kanalıma geç video attığım için sizden çok üzür istəyirəm. Əlimdən gəldiyi qədərilə artıq sizlərə davamlı olaraq hər gün video atmağa çalışacağım. İlk önce piroga lazım olan yumurtaları yoxlayaraq pirogun qarışdırılacaq qabın içərisinə əlavə edirəm. Deməli 6 dənə yumurtalarımızı bütöv olaraq qabımızın içərisinə əlavə etdik. 3 armudu stəkanı şəkərimizi qabımızın içərisinə əlavə edirik. Və bir çimdik duz da əlavə etmək lazımdır. Qabımızın içərisindəki ərzaqları yumurta ağarana qədər qarışdırmaq lazımdır. Bunu da əlavə edim ki, siz mikserlə qarışdırsanız daha rahat, daha çox köpürəcəkdir. Nə qədər yumurta ağarsa, o qədər biskvitiniz həm yaxşı çıxacaq, həm də yaxşı köpəcək. 1 kiloluq bankanın içərisində olan qatığımızın içərisinə 1 çay qaşığı soda əlavə edirik. Lakin bizdə çay qaşığından balaca idi qaşığımız. Bunun üçün biz 2 qaşıq soda əlavə etdik. Lakin siz 1 çay qaşığı soda əlavə edin. Bu şəkildə qarışdırıb qabımızın içərisinə əlavə edirik. Deməli, bu şəkildə qarışdırdıqdan sonra 3 xörək qaşığı ərdilmiş tərəyağı istifadə etdik içərisinə. Lakin sizdə duru yağ varsa, ondan istifadə edə bilərsiniz. Qabımızın içərisinə 1 paket qabartma tozu, 2 paket vanilya istifadə elədik. Siz 1 paket də istifadə edə bilərsiniz. Lakin vanilyanın iyisi çox gəlsin deyini, vanilyanın iyisi aroma qatsın deyini biz 2 paket istifadə etdik. Qabımızın içərisinə 4 armud stəkanı un əlavə edirik. Əlavə etdikdən sonra isə yaxşı bunları qarışdırırıq. Gördüğünüz kimi bu şəkildə çoxlu qarışdırmaq lazımdır ki, un içərisində topak qalmasın. Burada gördüyünüz podnesimizin içərisini yağlayıb unlamaq lazımdır ki, biskvitin altı həm yanmasın, həm də yapışmasın deyin altına. Bu şəkildə qabımızın içərisinə tökürük. Bu şəkildə hər tərəfinə eşit bir oranda olsun deyini, həm də üstü pürüzsüz düz bir şəkildə hamısı eyni formada qabarsın deyini, bu şəkildə altını yerə vurmaq lazımdır 2 dəfə. Öncədən isidilmiş sobamız 180 dərəcədə alt üst bir şəkildə pişməyə qoymaq lazımdır. Bunu da vurğulamaq lazımdır ki, biskvit əsla pişənə qədər sobanın ağzı açılmamalıdır. Bizim biskvitimiz artıq hazırdır. Hazır olub olmadığında bir çöp vasitəsilə əmin ola bilərsiniz. Bizimki tam kıvamındadır. Sizdən hər şey üçün çox üzr istəyirəm. Çox isti olduğu üçün kəsmədim. Soğuyanda da çəkməyi unutmuşam. Hər şey üçün sizdən çox üzr istəyirəm. Kanalımıza abunə olub, like atıb, yorum yazmağı unutmayın. Gələn videomuza dək görüşənə dək. Sağ olun.